Ümumiyyətlə 9-cu sinif buraxılış imtahanı da çox mən ciddiyə alacağım bir imtahan deyil. Yəni o imtahan bir ciddi imtahan deyil. Yəni demək olar ki, mahiyyətini itirmiş bir imtahandır. Düzdür, cəmiyyətdə hər kəs 9-un buraxılış imtahanına əsas da valideynlər biraz daha ciddi yanaşırlar, amma orada yığılan balların gələcək tələbənin təhsil həyatına bir o qədər də böyük bir təsir yoxdur. Orada 290 yığıb, 280 yığıb, 300 yığıb, bu ballar arasında heç bir fərq yoxdur. Rahat olsunlar. Ümumiyyətlə 9-cu sinifdə bal yığan istənilən tələbə növbəti sinifə keçir. Ümumiyyətlə bəzən direktorlar da bundan süni istifadə edirlər. Valideyni çağırıb qorxudub, narahat edirlər ki, sənin övladın 150 bal yığıb, onun 10-cu sinifə keçmə haqqı yoxdur falan, belə bir şey deyirlər. Amma bu böyük bir yanlışlıqdır. Hansısa bir valideyn də bununla bağlı bir məlumat gəlirsə, Təhsil Nazirliyinin qaynar xəttinə zəng eləyə bilər. Çünki 9-un buraxılış imtahanında o istənilən nəticəni toplamış şagirdin 10-cu sinifə keçmə haqqı var. Orada biri 150 bal yığıb deyə məktəbdən kənarlaşdırmaq istənilən bir şagird olmaz. Nə qədər bal yığsa? Ümumiyyətlə elə bir limit yoxdur. Elə bir limit müəyyənləşməyib. Amma bəzi məktəblər 11-ci sinifdə məktəbin reytinqini yüksək saxlamaq üçün yaxşı oxuyan uşaqlar. Bəli, az bal yığanlar məktəbdən kənarlaşdırılır, hansı ki bu tələbənin gələcəyini